Cənub bölgəsində arxeoloji qazıntılar zamanı 22 əsrlik gizli tarix üzə çıxıb. Tədqiqatlar Yardımlının Viləş çayının sol sahilində strateji dağlıq zonada aparılır. Qazıntılar zamanı qədim istehsalat və təsərrüfat izləri aşkarlanıb. Tədqiqatlarımız deməli Azərbaycan dövlətçilik tarixində mühüm əhəmiyyəti olan Atropatena dövlətinə aid olan tikili qalıqlarını, yaşayış məskənlərini üzə çıxarmaqdır və gördüyünüz kimi gözəl nəticələr əldə eləmişik. 2000-2200 il tarixi dövrü əhatə eləyən tikili qalıqları aşkara çıxarmışıq. Gələcək tədqiqatlarımızda abidənin daha geniş ərazidə, daha böyük bir hissəni əhatə etməsinin şahidi olacağıq. Bu antik dövrə aiddir. Eramızdan əvvəl 2-ci əsrin sonundan bizim eranın 1-ci əsrini əhatə eləyir. Yardımlı ərazisində tədqiqatlara 2020-ci ildən başlanılıb. 2024-cü ildən isə antik dövr üzrə yaşayış məskəni ilə bağlı araşdırmalar aparılır. Ekspedisiya rəhbəri deyir ki, aşkarlanan abidə arxeoloji irsimiz üçün mühüm əhəmiyyət kəsb edir. Yardımlı rayonunun Urakeran kəndi ərazisində yerləşir. Ərazinin adı Seyidin yeri adlanır. Sözsüz ki, bu qədim adı deyil, bəzən yəni yerli əhali tərəfindən verilən addır. Biz də o adı saxlayırıq və beynəlxalq xarici nəşrlərimizdə də həmin adla göstəririk. Konferanslarda da, təqdimatlarda da həmin adla gedir. Artıq sayılı günlərimiz qalıb ki, ekspedisiyamız başa çatsın. Lakin çöl tədqiqat işləri bitdikdən sonra müəyyən aşkar olmuş nümunələr laborator şəraitdə tədqiqatları davamı olunacaq. Proses Azərbaycan-Amerika Birləşmiş Ştatları müştərək ekspedisiyası tərəfindən həyata keçirilir. Azərbaycan Milli Elmlər Akademiyası və Amerikanın Los Angeles Universitetinin alimləri Atropatenanın dağlıq bölgələrindəki urbanizasiya proseslərini araşdırırlar. Toplanan nümunələr Birləşmiş Ştatlarda təhlil ediləcək. We say in Azərbaycanı yaşayış yeri. Ola bilsin ki, burası qədim şəhər olub, yaxud şəhərdən bir qədər kiçik yaşayış yeri. Burada qədim insanların yaşadığına dair izlər aşkarlayırıq. Buradan ayrıldıqdan sonra mən və arxeoloq həmkarlarım bu tapıntılar haqqında elmi məqalələr yazmağa davam edəcəyik. Məqsədimiz bu materialları tanıtmaq və Azərbaycanın zəngin arxeoloji irsinə daha çox diqqət cəlb etməkdir. Ümid edirəm ki, hər şey qaydasında getsə, gələcəkdə də bu ərazidə tədqiqatlarımızı davam etdirə biləcəyik. Geniş ərazini əhatə edən bu kompleksin tam strukturunu müəyyən etmək üçün növbəti illərdə müasir texnoloji vasitələrlə daha iri miqyaslı qazıntıların aparılması planlaşdırılır. Qeyd edək ki, gələcəkdə bu unikal kompleksin açıq səma altında muzeyə çevrilməsi və turizm marşrutuna salınması nəzərdə tutulur. Nuranə Tələt qızı, Çinarə Vaqif, Telesəhər.